Yaşadığın heç bir şey boşuna deyil. Əgər bugün bir şeyləri yaşayırsansa, o şeylər səni incidirsə, sənə neqativ təsir edirsə, sənin gözündə problem həddinə çatıbsa, boşuna deyil. Hər bir yaşadığın anın sənə vermək istədiyi bir məna var. O mənanı tuta biləndə, o mənanı anlaya biləndə artıq şikayət etmək yerinə həqiqətən nə yaxşı ki, bunlar baş verdi deyə bilərsən. Əslində yorulduğun o şeylər var ha. Əslində sənə özünü göstərmək üçündür ki, bax, sən nə qədər fədakarlıq edirsən, bax, sən nə qədər başqalarını düşünürsən, bax, sən nə qədər özünü ikinci plana atırsan. Əslində şikayət etdiyin həyat var ha. Səni göstərmək istəyir ki, əslində daha yaxşısını qura bilərsən, daha yaxşısını inşa edə bilərsən, daha yaxşı addımlaya bilərsən. Baxıb həsəd etdiyin insanlar var ha, hansı ki, özünü onlardan daha dəyərsiz, yetərsiz bir soru hiss edirsən ha. O insanlar isə sənə demək istəyir ki, bax, sən də daha çox özlərində işləyərək, özünü görərək, özünü seçərək, özünü sevərək, daxilən özünə dəyərli, yetərli, sevilmə ehtiyaclarını verərək, sən də əslində bunu yarata bilərsən. Əslində başqalarında istədiyimiz, başqalarında axtardıqlarımız və başqalarında bizə qıcıq kimi, neqativ kimi təsir edən şeylər çox zaman bizim özümüzün açılmamış olan potensialıdır. Yəni istəyirəm ki, baxasınız, görəsiniz, bugün həyatınızda hansı çətinlik və hansı problem yaşayırsınız ki, hələ də bu tərəfiniz üzərində işləmək, görmək, kölgə tərəflərinizlə dərin inteqrasiya lazımdır. Yəni əvvəlki dövrlərə getsəz, insanlar buna nəzərən qurban yaşayırdılar, başqalarını günahlandırırdılar, qınayırdılar, tənqid edirdilər və belə halda yaşayaraq məhv olurdular, depressiyaya girirdilər, müxtəlif xəstəliklərə gedib çıxırdı bunun nəticəsi. Amma indi elə bir şey zamanadır ki, sən hətta ödənişsiz şəkildə belə nələrdənsə başlayıb öz üzərində işləyə bilərsən. Əsas odur bunu istə, bu tərəfi də gör, bu işığı da gör, o qaranlığı deyil, bu tərəflərə də bax. Səninlə eyni məsələləri, eyni problemləri yaşayan ən qədər insanların olduğuna bax. Və bu dünyada tək olmadığını anla. Sən axı tək deyilsən. Niyə hələ də eyni döngünün içərisində qaldığını, sıxıldığını düşünürsən? Tutunduğun yer yalnız qaranlıqdırmı? Bəlkə sən aydınlığa çıxmaq üçün sadəcə özünə lupa tutmağın, özünə işıq tutmağın lazımdır ki, o qapını bir açasan, keçəsən, öz üzərində başlayasan. Axı hələ də nəyi gözləyirsən? Əgər bir şeylər sənə bu qədər yaxınkən, hələ də nəyi gözləyirsən? Yəni, sən özünü seçmədiyin müddətcə heç kəs və heç kəs səni seçməyəcək. Sən özünü sevmədiyin müddətcə insanlar səni sevməyəcək, sən özünə dəyər vermədiyin müddətcə insanlar sənə dəyər verməyəcək, sən özünü təsdiq etmədiyin müddətcə təsdiq etməyəcək. Sən öz valideynlərinlə daxilən yaşamış olduğun məsələləri, problemləri bitirmədiyin müddətcə o problemlər daha da böyüyəcək. Sən öz emosiyalarını işləmədiyin müddətcə o emosiyalar sənin həyatında münasibət qurmağını çətinlik yaradacaq. Daxil uşağın zədəli olduğu müddətcə, yeniyetməlik dövrün zədəli olduğu müddətcə və sən o etapları işıq tutmadığın müddətcə yenə də böyük versiyanda o yaş dövründə qalacaqsan. Hələ də toksik, aslı, sənə xidmət etməyən insanlarla çevrələnib özünü zəhərləmiş hiss edəcəksən. Yəni əsas məsələ bax budur. Sadəcə özümə baxmaq, özümü görmək və elə başlamaq ki, öz üzərimdə daha çoxunu işləyə bilim. Əgər sən də öz üzərində işləmək istəyirsənsə, birinci növbədə mənimlə tamamilə ödənişsiz şəkildə başlaya bilərsən. İkinci növbədə özünü hazır hiss etdiyin vaxt səninlə birlikdə fərdi sessiyada bunları daha dərindən işləyə bilərik. Əgər sənə də maraqlıdırsa, şərhlərdə mənə plus işarəsi yazmağı və yaxud da ki, videodakı linkdən keçid edərək YouTube üzərində ödənişsiz videolarına başlamağı unutma. Sevgi ilə qal.